Açığı mən şok yaşadım. Əlikram müəllimin görürəm ki, belə xəbərlər yayılıb ki, malqarası tələf oldu, malqarası tələf oldu və düşünürəm ki, Əlikram müəllim hara, malqara hara? Mən Əlikram müəllimdən musiqilər gözləyirəm, Əlikram müəllimdən maraqlı mahnılar gözləyirəm. Və Xəzər axşamı verilişində danışıb, deyib inəklərimin hamısı öldü. 2-3 inəyim var. Müayinə Elşad Qarayev o qədər dedi ki, ferması var, bütün inəkləri tələf oldu. İnəklərim tələf oldu. Onlara yaxşı baxmadılar. Ay Allah. Bir dəfə deyir, demək, illər əvvəl bir şovda verilişində 8 baş malqarasının və 33 toyuğunun olduğunu açıqlamışdı. Sonradan bu təbii ki, bu da bir biznesdir. Əlikram müəllim bunu genişləndirib. İndi bilirsiniz ki, son vaxtlar malqaralara bəzi xəstəliklər var onlardan. Çünki hər gün belə xəbərlər gedir ki, qoruyun, nə bilim, iynə dərman edin, soyuqdan qoruyun, qidası güclü olsun falan. Əlikram müəllim, bu musiqi qalıb kənarda, oxumaq qalıb kənarda. Bir studiya açın, bir nə bilim, bir teatr yaradın, bir nə bilim, tələbələrinizi qoyun, çoxlu tələbələriniz olsun, oxumağı öyrədin onlara. Nə bilim, gözəl mahnılar, xalq mahnıları, bəstəkar mahnıları. Bax, mənə çatmır da, bax, bu adam incəsənət adamıdır. Bu mədəniyyət adamıdır, şou biznesdədir və gedib inək saxlayır. Biraz birisi çox belə uzaq bir şey. Bir də görsə elə bir nazirin adını çəkirlər ki, nazir toyuq saxlayır. Məsəl üçün, yəni mədəniyyətə aid olan bir nazir toyuq saxlayır, nə bilim, pomidor xiyar əkir. Bunlar mənə çatmır. Əlikram müəllim, Allah şəfa versin. Bundan sonra malqaranıza heç nə olmasın.